Salam, hər vaxtınız xeyir. Həyat tərzimizə təsir edən, bəzən gec diqqət yetirdiyimiz bir mövzuya, onurğa sağlamlığımızın qorunmasına və sağlamlığımızın itirilməsinə təsir edən amillərə toxunacağıq bugün verilişimizdə. Müsahibimiz uzun illər haqqında danışdığımız sahədə çalışan təcrübəli həkim vertebrolog Vidadi Əliyevdir. Dəyərli doktorumuz Vidadi Əliyev, mən sizə istəyərdim bu günlərin bir neçə onurğamızla bağlı suallar verim. Bu, eyni zamanda həm mənim, həm də izləyicilərin çox maraqlandığı sahələrdən biridir. İlk suallarımızdan biri, onurğa sağlamlığı niyə bu qədər vacib sayılır və bu xəstəlik bizi nələrdən məhrum edə bilər? Onurğa orqanizmin ən vacib orqanlarından biridir. Necə ki, başqa vacib orqanların sağlamlığı vacibdir, əlbəttə ki, onurğanın da sağlamlığı vacibdir. Onurğa təkcə bizim hərəkətimizə cavabdeh olan bir orqan deyil. Biz otururuq, dururuq, yeriyirik, yürüyüş edirik. Buna cavabdeh deyil, eyni zamanda bizim beynimizi qoruyan bir orqandır. Özünüz bilirsiniz ki, bizim beynimiz birinci, ikinci bel fəqərələri nahiyəsində tamamlanır. Və oradan çıxan sinirlər isə bizim orqanlarımızın innervasiyasında, yəni onların işlədilməsində iştirak edir. Ona görə də birinci növbədə o bizim beynimizin qoruyucusudur. Ona görə də onun sağlamlığı mütləq vacibdir. İkincisi isə bizim hərəkətimizə, azad hərəkətimizə və bizim ümumiyyətlə hər hansı bir iş görən zaman, hər hansı bir orqanımızın qorunmasında mütləq vacibdir ki, onun sağlamlığı qorunsun. Bunlardan siz daha çox hansılarına rast gəlirsiniz? Yəni bu disk yırtığıdır, skoliozdur, yoxsa osteoxondrozdur? Bu mövzu ilə bağlı istəyərdim məlumat alım. Eyni zamanda biz də xəstələrimizdə və yaxınlarımızda da çox aşkarlayırıq, özümüzdə də. Və həyat fəaliyyətimizə bəlli bir sürədə mane olur bu xəstəliklər. Məsələn, fəaliyyətinizdən çox hansına daha çox rast gəlmisiniz? Onurğa sütunu xəstəliklərindən ən çox rast gələni təkcə onurğa sütunu xəstəliklərdən deyil, doktor. Eyni zamanda bütün xəstəliklərdən ən çox rast gəlinənlərdən biri osteoxondrozdur. Osteoxondroz el dilində desək, bu disklərin yeyilməsi, köhnəlməsi anlamına gəlir. Bu osteoxondrozla bayaq qeyd etdiyiniz həm skolioz, həm fəqərarası disk fıtıqlarında, həm digər xəstəliklər əgər varsa, bu osteoxondroz mütləqdir orada. Və yaxud da ki, heç bir xəstəliyi yoxdur, yalnız osteoxondrozu var. Osteoxondrozla müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur və getdikcə də çoxalır. Təbii ki, müasir zəmanədə bu həm telefondan istifadə eləmək, həm kompüterdən istifadə eləmək, həm professional xəstəliklər, məsələn, stomatoloqlar, kosmetoloqlar hal-hazırda bu xəstəliyə daha çox düçar olurlar. Çünki eyni pozada bir neçə saat durmaq söhbəti var. Yaxud da ki, ofis işlərində, kompüter qarşısında bir neçə saat yenə də eyni pozada qalmaq bu xəstəlikləri gətirir, çıxarır. Ona görə ən çox rast gələn osteoxondrozdur. İkinci rast gələn skoliozdur. Çox təəssüflər olsun ki, yeniyetmələr arasında bunlar daha çox, necə deyərlər, özünə tapıb. Bu skoliozun da əmələ gəlməsinin yenə də səbəbi, bir çox səbəbləri var. Səbəblər uşaq vaxtından da ola bilər. Məsələn, mənim bu elmdə yoxdur, heç bir yerdə oxuya bilmərsiniz buna, amma mənim özümün praktik cəhətdən gördüyüm budur ki, ana südü ilə az qidalanan və yaxud qidalanmayan körpələrin hər birində gələcəkdə skolioz əmələ gəlir. Səbəb nədən ibarət ola bilər? Kalsium mübadiləsinin pozulması ilə əlaqələndirirəm mən bunu. Yəni, ana südü ilə o demək deyil ki, ana südü ilə qidalanan insanlar skolioz ola bilməz. Təbii ki, ola bilər, amma tamamilə digər səbəblər orada meydana çıxır. Yəni, skoliozla əgər ana südü ilə qidalanmayıbsa, inanın ki, 90%-də skoliozun əmələ gəlməsi labüddür. Və skolioz xəstəliyi biz deyəndə yalnız onurğanın əyilməsini nəzərdə tuturuq. Buna gətirən həmin o simptomları unuduruq. Məsələn, pediatrlara mən öz tutab deyərdim ki, uşaqlara əgər sizin yanınıza gətirirlərsə, onlarda baş ağrısı, özünü pis hiss eləmə varsa, o deməli gələcəkdə bu skolioza gətirib çıxara bilər. Çünki yəqin ki, kalsium mübadiləsinin pozulması prosesi gedib burada. Amma sonradan sonra isə, hətta ana südü ilə qidalanıbsa, sonradan infeksion allergik hər hansı bir xəstəlik də buna gətirib çıxara bilər. Ən çox yayılan xəstəliklər sırasında da hal-hazırda bu. İnfeksion allergik xəstəlik də gətirib çıxara bilər buna. Hətta sizə deyim, depressiyalar, stresslər, bunlar da gətirib çıxara bilir. Ona görə də ikinci yerdə onurğa sütunu xəstəliklərindən bu osteoxondrozdan sonra skoliozdur. Üçüncü yerdə isə disk yırtıqlarıdır.
Disk yırtıqları siz özünüz bilirsiniz ki, bu fəqərələr arasındakı amortizasiya funksiyasını yerinə yetirir həmin disklər və o disklərin amortizasiya funksiyasının pozulması baş verir. Yəni diskin tərkibindəki növbənin destruksiyası əmələ gəlir və bu destruksiya nəticəsində də amortizasiya funksiyası pozulur və disk fəqərələr arasında sıxılaraq kənara sirayət edir və bununla da hər hansı bir siniri sıxır. Və bu da çoxlu insanları narahat edir və ağrılar əmələ gətirir. Ona görə də bizə müraciət edən, bizə deyərkən mən vertebronevroloqları nəzərdə tuturam. Onlara müraciət edən insanların onurğa sütunu xəstəliklərindən çoxusu da eyni zamanda disk yırtıqları ilə müraciət edirlər. Bundan başqa da xəstəliklər var ki, misal üçün stenozla, o da qrıjalar nəticəsində əmələ gəlir, listiozla müraciət edənlər var. Hamısını qrija adı altında birləşdirirlər. Daha çox bilmirlər onlar. İnsanlar məsələn bu haqqda çox məlumat almalıdırlar, mən düşünürəm. Müraciət edən, gördüyümüz xanımlarda, bəylərdə və çox gəncləşib, mən deyərdim sizə. Həddindən artıq çox gəncləşib disk yırtıqları xəstəlikləri. Doktor, inandırım ki, əvvəllər bizim 40 yaşdan aşağı xəstələrimiz ildə bir nəfər, 2 nəfər olardı. Amma indi elə həftədə bir neçə nəfərdir. Hətta 15-16 yaşında uşaqlarda fıtıqlar görsənir. Bu da mı kalsium mübadilə pozğunluğundan yaranır, yoxsa digər səbəblərdir? Burada tamamilə başqa bir səbəbdir. Burada ilk növbədə infeksion allergik xəstəlikləri nəzərdə tutur. Məsələn, COVID-dən sonra bunların sayı daha çox artıb. Bundan əlavə, bugünkü gündə həyat tərzi. Bayaq mən qeyd etdim, eyni pozada oturmaq, eyni pozada telefona baxırlar, məsələn, başlarını aşağı büküb və təbii ki, bu zaman onurğa fəqərələrin üzərinə yük düşdüyünə görə, disklərin üzərinə yük düşdüyünə görə bu xəstəliklərin sayı həddən artıq çoxalıb. Hər zamanənin bir xəstəliyi var. Bu zamanənin də xəstəlikləri əsas etibarilə hərəkət dayaq sistemi xəstəlikləridir. Bəli, niyə mən dönə-dönə buna təkrar müraciət elədim və toxundum? Çünki bir çox onurğa xəstəliklərində və sümük xəstəliklərində adətən kalsium və D mübadilə pozğunluğuna insanlar daha çox odaqlanırlar. Amma belə görürük ki, bu daha çox allergik xəstəliklər fonunda da inkişaf eləyə bilən, iltihabi allergik xəstəliklər fonunda inkişaf edən nəticəsində də yaranır bunlar ki, valideynlərin və ümumiyyətlə hər kəsin buna diqqət eləməsi lazımdır ki, mən də özümə buradan bir balaca bir şey götürdüm. Çünki sahəm deyil bu mənim. Amma düşünürəm ki, allergik xəstəliklər bəli, sonsuz dərəcədə çox təsir göstərir. Çünki doktor, infeksion allergik xəstəliklər eyni zamanda kalsium və vitamin D-nin azalmasına gətirib çıxarır. Autoimmun xəstəliklər kimi təsir göstərir. Çox təşəkkür edirəm doktor. Çox dolğun məlumat verirsiniz. Bu həqiqətən əhalimiz üçün çox önəmlidir. Daha sonra mən yenə skalyoza toxunmaq istərdim. Skalyozun hansı dönəmi daha təhlükəlidir və uşaqlıqdan qalan skalyoz yoxsa sonradan yaranan skalyoz? Çünki qeyd elədiyiniz kimi bu bir neçə etapda ola bilər və bunun səbəblərini istəyərdik öyrənmək. Təbii ki, uşaqlıq vaxtından olan skalyoz daha təhlükəlidir. Çünki uşaq orqanizmi inkişaf edir. İnkişaf etdikcə skalyozun dərəcəsi də artır. Sonradan yaranmış skalyozlar belədir ki, onlar bayaq qeyd etdiyimiz kimi ya kosmetoloqlarda, ya stomatoloqlarda, ya hər hansı başqa digər peşə sahiblərində əgər eyni pozada, yenə deyirəm, durub öz işləri ilə məşğuldurlarsa, kompüter qarşısında oturub məşğuldurlarsa, onlarda skalyozun əmələ gəlməsi getdikcə inkişaf etmir. Çünki orqanizm inkişaf etmir. Amma yeniyetmələrdə isə həm orqanizm inkişaf edir və eyni zamanda orqanizm inkişaf etdikcə, böyüdükcə, hündürləşdikcə uşaq təbii ki, skalyozun dərəcəsi də daha çox artır. Deməli, sonradan yarananlar daha çox təhlükə altına gətirib çıxarda bilər. Bəs bir sual da verirsə? Uşaqlıqda olan skalyoz daha təhlükəlidir, nəinki sonradan yaranan. Sonradan yaranın qarşısını almaq olurmu bir şəkildə? Sonradan yaranan əgər səbəbi aradan qaldırmaq mümkün olursa, təbii ki, onu aradan qaldırmaq olur. Olur, tamam. Bunun üçün hər hansı bir uşaqların məsələn edə biləcəyi, valideynlərin evdə uşaqlarını edə biləcəyi idman növümü deyim sizə, yoxsa qidalanma tərzimi deyim və yaxud da həyat tərzinə təsir göstərəcək hansı bir aktivitə varmı, edə bilsinlər evdə? Təbii ki, var, amma valideynlərə bir məsləhətim olardı ki, çünki uşaqlarda mən görürəm ki, gün-gündən daha çox artır bu xəstəliklər və pediatrlara və valideynlərə məsləhətim bundan ibarətdir ki, uşaqları qoyub qarşılarına düz saxlasınlar
və heç olmasa kürəklərinə, çiyinlərinə, əllərinə qoyurlar və əlin biri yuxarı, biri aşağı olduqda dərhal durmadan həkimə müraciət etməlidirlər. Ümumiyyətlə onurğa xəstəliklərində əməliyyatsız müalicə olunmaq fayda verirmi? Və hətta hamısı, yəni bütün hər birinin özünün əməliyyat formaları varmı? Doktor, mən sizə bir söz deyim. Onurğa xəstəlikləri ümumiyyətlə əvvəllər bəlkə də hər bir onurğa xəstəliyi tutaq ki, fıtıq, istənilən fıtıq operasiya, yəni cərrahi əməliyyata götürülürdüsə, bugünkü gündə buna gedilmir. İlk növbədə müalicəyə müraciət edilir. Və mən müalicəni daha effektli hesab edirəm, nəinki cərrahi əməliyyatı. Nəyə görə? Ona görə ki, tutaq ki, kimdəsə L4 və L5 arasında hər hansı bir fıtıq var. Və o fıtığı təbii ki, cərrahi əməliyyat edib götürmək olar. Amma bu fıtıq həmin insanda ağrı verdiyinə görə o müraciət edib həkimə və MRT-yə gedib və görsənib ki, orada fıtıq var. Amma ona ağrı verməyən boyun nahiyəsində, döş fəqərələrinin nahiyəsində olan fıtıqlardan, protruziyalardan o xəbəri yoxdur. Yenə deyirəm, bel nahiyəsində olan, tutaq ki, hər hansı bir qrıja yuxarıdakılara xəbər vermir yuxarıdakılar barədə. Bəli, bunların müalicədə isə bütün fəqərələrin arasında olan problemlər həll olunur. Nəinki təkcə bel nahiyəsində olan həmin bir yerdəki fıtıq. Cərrahi əməliyyatda isə yalnız ora götürülür və gələcəkdə digər yerlərdə də onların əmələ gəlməsi lavid olur. Ona görə də əsas önəm verilən bu müalicədir. Amma operasiya üçün, yəni cərrahi müdaxilə üçün mütləq və nisbi göstərişlər var. Nisbi göstəriş, yenə dediyim kimi, fıtıq varsa bu nisbi göstərişdir, artıq operasiya oluna bilər. Amma mütləq göstərişlər isə artıq ayaqlarını hiss eləmir, yaxud ətraflarını hiss eləmir, seriyə saxlaya bilmir və 3 ay müddətinə müalicə götürür, amma 10% də olsa şikayətlər azalmır. Belə olan surətdə bunlar üçün cərrahi müdaxilə mütləq göstərişdir. Müasir dövrdə onurğa xəstəliklərindən qorunmaq üçün bizə nə kimi tövsiyələr edə bilərdiniz? Çox sağ olun doktor bu suala görə. Mən sizə bir söz deyim. Bugünkü gündə siz heç nə edə bilmərsiniz övladlarla. Nə telefonu əlindən ala bilmərsiniz. Çox açıq və net danışdınız. Bəli, nə kompüter əlindən almaq mümkün deyil. Nə çantasını daşıtdırmamaq mümkün deyil. Çünki bugünkü zamanənin tələbi budur. Lakin siz tutaq ki, bunu telefonun əlindən almış olsanız, o stres və depressiya nəticəsində də yenə skolyoz əmələ gələcək. Yenə də onurğada problem əmələ gələcək. Onda fərqi nədir ki, bu üsulla əmələ gəldi, yaxud o bir üsulla. Lakin nə etmək olar? İndiki zamanədə bu bizim texnika və kompüter əsri olan bir zamanəmizdə nə etmək olar? Hər hansı əvvəllər yadınıza gəlirsə, bilmirəm indi gəlmir yadınıza, orta məktəblərdə dərsin ortasında müəllim uşaqları durğuzurdu. Bəli. Mən çox sevinirəm ki, mən o periodda yaşamışam. Bəli, idman elətdirirdi və ondan sonra otururdular. Və mənim məsləhətim budur ki, hətta ofisdə işləyənlər, eyni pozada işləyənlər, bayaq qeyd etdiyim kimi həmin o kosmetoloqlar, stomatoloqlar, digər peşə necə deyərlər, peşə ilə məşğul olan insanlar, onlar oturduqları yerdə yarım saatdan bir, 40 dəqiqədən bir dursunlar, adi idman hərəkətlərini edib yenidən otursunlar yerlərinə. Bu bir. İkincisi, bəzən çox vaxtda deyirlər ki, sizdə bu xəstəlik var, sizə yaxşı ki, olar ki, yürüyüş edəsiniz, yaxud da ki, qaçışla məşğul olasınız. Tutaq ki, 50-60 yaşına qədər insan heç vaxt yürüyüşlə, qaçışla məşğul olmayıb. İndi birdən-birə gedir, başlayır məşğul olmağa və digər problemlər əmələ gəlir. Yox, buna ehtiyac yoxdur. Sadəcə olaraq hər bir insan vaxt tapıb özündə gündə yarımca saat yürüyüş eləsə, o bəs edir. Həftədə 2 dəfə üzgüçlüklə məşğul olsa bəs edir. Yaxud da heç bir vaxt yoxdursa, ən adi bir üzr istəyirəm bu rus sözünü, javrnik var, səhərləri xoşlayan, səhər tezdən duran. Azərbaycanca bilmirəm adına nə deyirlər. Bir də sava bayquşdur, gecəni xoşlayanlar. Bunlar gecə yatmağı, gecə işləməyə xoşlayırlar, enerjiləri gecə olur. Javrnikların isə səhər olur enerjiləri olur. Səhər tezdən durur, tez yatırlar. Məsəl üçün, onlar səhər tezdən durub 15-20 dəqiqə bədən tərbiyəsi deyilən bir əvvəllər var idi belə bir şey. Dərs də var idi. Bəli, bədən tərbiyəsi dərsi var idi. Bədən tərbiyəsindən məşğul olmalıdırlar. Çox təəssüf olsun ki, biz bədənimizi tərbiyəsiz eləmişik. Biz övladlarımızın tərbiyəsindən məşğul oluruq. Xarakterimizin tərbiyəsindən məşğul oluruq, xasiyyətimizdən məşğul oluruq. Amma çox təəssüf olsun ki, bədənimizin tərbiyəsindən məşğul olmuruq. Çox doğru toxunursunuz. 15-20 dəqiqə buna sərf eləməklə savalar gecə vaxtı yatmazdan öncə, javrniklar səhər tezdən duran kimi bunu etmiş olsalar, bəs edəcək.
Çox təşəkkür edirəm doktor bizim verilişimizə Mən təşəkkür qatıldınız edirəm, və sağ çox olun. dolğun məlumatlar verdiniz. Mənə elə gəlir hər kəs yararlandı bu məlumatlardan. İnşallah növbəti verilişimizdə daha ətraflı bu mövzulara toxunub danışarıq. Təşəkkür edirəm.